Salam, hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Saray qəsəbəsində 4 sotun içərisində 4 otaqlı ev satışa çıxdı 105 min manata. Siz təsəvvür edin, 16-nın 12-yə ev. Neçə kvadrat elədi? 190 kvadrata yaxın ev çöldən çölə. İçərisini də indi göstərəcəm. Yəqin ki, bir 170 kvadrata yaxın da içərisidir. 4 otaqlı evdir, amma çox böyük, nəhəng bir evdir. Şəxsi özləri üçün tikilmiş evdir. Saray qəsəbəsində üzümlük var. Obadan ki yol, asfalt yol girir içəri. Bax bu həmən yolun üstündə olan bir evdir. Şəxsi özləri üçün tikilmiş evdir. Həqiqətən çox gözəl, yaraşıqlı evdir. İndi özünüz görəcəksiniz. Mən indi bir-bir göstərdiyəcəm, baxarsınız. 105 min manata satışa çıxarıldı. Ev sahibi qardaş da yanımdadır. Deyir ki, yəni gəlib xoşlar gəlsə, bəyənsə, narahat olmasınlar, qiymətində endirim eləyəcəm. Qaz sayğacı, su sayğacı, işıq sayğacı hamısı var. Evimiz də bax belə bir proyektlə tikilib. Fərqli bir proyektdir. Dəmir raşotkalarına qədər var. Bax, sokolları görürsünüz, təmiz abrisovkadır. Qıraqları, kantları, pəncərənin qıraqları hamısı abrisovkadır. Dəmir raşotkası korrektiv pəncərəsinə qədər var. Kanalizasiyası da ki, mərkəzi kanalizasiyadır. Evimizin 4 bir tərəfinə fırlanmaq olur. Jolobları görürsünüz, hamısı mərkəzi kanalizasiyaya qoşulub. Hətta burada trapımız da var. Bu darvazada, ümumi darvazadan girirsiniz içəri. Burada trapımız var. Bax belə. Maşın saxlamaq üçün də yer var. Burada da, bunlar nə ilə nəzərdə tutmuşsunuz, nə üçün? Manqal üçün nəzərdə tutulub, indi belə satacaqsınız da. Qalan indi inşallah özünüz alıb yekunlaşdırarsınız. Burada bağıdır. Bağa düşmək üçün də bax, xüsusi belə perilalarla ayrılıb. Burada bağıdır. Burada belə yüngül naves kimi düzəldilib. Bu da bağ. Baxın. Bax, bura bağdır. Qardaşlar, bir dənə toyuq da cəmi. Hə, bir dənə də toyuqları var. Bax, o da orada görsənir. Bax belə. Burada da ayaq yoldur, həyət üçün. Bax belə. Deməli, izah edirəm ki, tam dəqiqliyi ilə görəsiniz. Həqiqətən qəşəng yaraşıqlı evdir. Mütləq gəlin buna baxın. İndi aparıb o bağı orada göstərib, vaxt aparmaq istəmirəm. Bir dənə özünü göstər oradan. Bağa bir dənə zəhmət olmasa baxın. Meyvə ağaclarında nə iz var? Hə, padvala da giriş oradandır. Gilasdır, almadır, nardır, əncildir. Nəsə də indi onlara gəlib baxarsınız. Neçə daş kürsülüdür görək? 7 daş kürsülü evdir. Ən maraqlı hissələrindən biri. Ən maraqlı hissələrindən biri. Gələndən sonra burada bax belə bir səliqəli, bax belə səliqəli yay üçün. Yayda oturmağa, çay içməyə. Qardaş, burada qışda da otura bilirsiniz? Hə, qışda cam balkonla bağlansa oturmaq olar, amma yayda əsl yayın yəni yeridir həqiqətən bura. Həm bağ görsənir, həm həyat görsənir, həm oksigenlə zəngin olan bir ərazidir. Mütləq gəlib baxıb görəcəksiniz. Yavaş gəlin siz də zəhmət olmasa evə girək. İndi buradan yavaş-yavaş yaxınlaşaq evə. Bir dənə zəhmət olmasa diqqətlə bunun koridoruna baxın. Koridorun böyüklüyünü görürsünüz. Çox az belə evlər satışa çıxır. Ona görə mən tam dəqiqliyinə sizə göstərmək istəyirəm. Amma belə evlər az satışa çıxır. Hə, buradan krişaya çıxmaq üçün yeri var. Hündürlüyü nə qədərdir? 3 metr hündürlüyüdür. Təmiz hündürlüyü 3 metr. Bu şkaf qalacaq evin içərisində. Deməli, kombi, kuxuna mebeli, radiatorlar, kameralar da var da. Təhlükəsizlik kamerası da var, interneti də var. Bu şkaf qarışıq, bunlar evin içərisində qalmaq şərti ilə satılır. Davam eləyək. Birinci qonaq otağına girək. Qonaq otağından qabaq, bu bir dənə maraqlı qapısı xoşuma gəlir. Bir dənə buradan zəmin qapını göstərin. Baxın, sadə qapı. İndi bilirsiniz də, bu sadə qapılar moddur. Çox zərri, belə zərri-cimanski qapıları çox bəyənmirlər. İndi bu da qonaq otağıdır. Qonaq otağına baxın. Qardaş, bu zəhmət olsa kodunu alaq da. Neçə kvadratdır qonaq otağı? Tək qonaq otağı 36 kvadrat. Tək bax bu zalı 36 kvadratdır. Həqiqətən çox super təmir olunmuş bir evdir. Hələ siz təsəvvür edin ki, 105 mindən də mütləq endirim olunacaq. Ev sahibi özü endirim eləyəcək. Bax, görürsünüz, 2 kreslo qoyulub, qəşəng pərdə. Bu pərdələr qalacaq evin içərisində. Bəli, bunlar hamısı evin içərisində qalacaq. Əla evdir, Allah xeyir eləsin. Qəşəng, səliqəli, səhmanlı evdir. Remont təmiri də super təmir evdir. İndi mətbəxə girək də. Gəlin mətbəxə. Bu da bizim mətbəximiz. Bura istipoldur yəqin. Hə, istipoldur. Baxın mətbəx mebelinə. Hə, kombini bura qoymuşsunuz da. Kombini bura qoyublar. Xüsusi şkaf düzəldilib, baxın. Bura yığılıb kombi evin içərisində qalacaq. Qaz peçidir, aspiratordur, bunlar hamısı qalacaq. Qalan öz əşyalarını götürəcəklər. Təzə mebeldir də bu.
Hə, Allah xeyir eləsin. Qəşəng evdir, səliqəli, səhmanlı evdir. Mətbəxi də göstər. Mətbəx neçə idi? Mətbəx 18-16 kvadrat. Ya 16 ya 18 kvadrat təsəvvür edin mətbəx. Gəlin bir dənə bu yataq otağına baxaq. Ümumi 4 otaqlı evdir. 105 min manatadır Saray qəsəbəsində. Üzümlük var, üzümlük deyilən ərazidədir. Bax bu da yataq otağıdır. Görsün bir dənə böyüklüyünə fikir verin yataq otağına. Bütün pərdələri çəkib hansı pəncərədən baxırsınız öz həyətini görəcəksiniz. Çünki evin dörd bir tərəfinə kurqavoy belə fırlanmaq mümkündür. Bu bir yataq otağıdır. Bu bir yataq otağıdır. Burada demək otaqlar oğlan yatağı, desko, uşaq yataq otaqlardır. Bu qızlar üçün nəzərdə tutulur. Bax belə bir otaqdır. Bu da oğlan uşağı üçün nəzərdə tutulmuş yataq otağıdır. Bax belə. Bax bu da belə. Gördünüz? İndi siz gəlib bu evə baxanda ev sahibi deyir ki, bir dənə zəhmət olsa mənə göstərin. Mənə göstərəcəm. Ev sahibi deyir ki, bu gəlib evə baxanda əlavə də yenə nə beşlər istəsələr öz aranızda danışın, öz razılığı ilə yenə saxlaya bilər. Sanitar qoxsağına baxın, nə zəhmət olsa, baxın. Jacuzzidir. Jacuzziyə qədər qalıqdır hamısı evin içində, hepsi. Bax belə. Buranı da göstərdim, biləsiniz. Bir də təkrar edirəm, zəhmət olsa yaxınlaşaq bura. Bax bir də təkrar edirəm. Saray qəsəbəsində üzümlük deyilən ərazi var. Sumqayıtdan gələndə obadan girirsiniz içəri. Bax həmən ərazidədir, bax bu ev. Torpağın çıxarışı ilə satılır. Diqqətlə baxın, torpağın çıxarışı ilə satılır. 4 sotun içində 4 otaqlı evdir. 16-nın 12-yə. Təsəvvür edin, bu fantastik bir kvadrat deyil. Gəlib özünüz canlı görəcəksiniz. Yəni evi gəzməklə bitirmək olmur. 105 min manatdan ev sahibi özü endirim edəcək. Gəlib oturacaq burada, özü ilə danışacaqsınız. İnşallah bir ortaq məxrəcə gələcək. Çünki rahat, halal adamdır. Özünün əli ilə, əlinin qabağı ilə tikilmiş evdir. Özünün şəxsi evidir. Mütləq belə ev sahibləri ilə razılığa gəlmək asan olur. Amma bura gəlin, evin içərisinə gəlin, burada danışın. Mütləq qiymətində endirim olunacaq. Başqa bir şey qalmadı deməliyim. Vəssalam, gəlin evə baxın. Allah Allahın da satan da xeyir versin. Sağ olun.